Salam əziz müəllimlər, sertifikasiya hazırlaşan müəllimlər, MİQ-ə hazırlaşan müdavimlər. Bu günlərim deməli çərçivə sənədi artıq çıxdı. Hər kəs girib, yəni öz ixtisasına baxa bilər ki, nə dəyişilib, nəyi azaldıblar, hansı mövzular artırılıb və yaxud da ki, eyni qalıb. Amma kurikulum üçün bunu deyə bilməyəcəyik. Yəni baxın da metodika və pedaqogika. Yəni kurikulumda dəyişikliklər var. Bəzi mövzuların adını görmürük, bu sevindirici haldır. Amma bir neçə mövzu da əlavə ediblər. Bu da bunun pis tərəfidir. Amma belə deyək də, məsələn, əvvəllər burada olurdu hüquqi savadlılıq. Yəni birinci bölmədən həmişə bir mövzu yazırdılar. Hal-hazırda birinci bölmədən biz mövzu adı görmürük. Ancaq yazıblar ki, metodiki səriştəlik, bu ikinci bölmədir, 10 dənə sual və pedaqoji səriştəlik, bu da üçüncü bölmədir, 10 dənə sual. Belə deyək də, hüquqi savadlıq, yəni birinci bölmədə nə idi? Deməli, təhsil qanunu, ondan sonra fənn kurikulumlarına aid terminlərin təsviri idi, dövlət standartları idi, kurikulum nədir? Bir də müəllimə etik davranış qaydaları. Bunların adı yoxdur. Belə, yəni güya bunların dediyinə görə onlardan sual düşməyəcək. İndi baxaq nələr var, təzə mövzular nədir? Burada var metodiki səriştəlik bölməsində təlim prosesində inteqrasiyanı təmin edən fəaliyyətlər, həyatla əlaqəli tapşırıqlar, fəndaxili, fənnazi, fənüstü inteqrasiya. Bunu zaten biz birinci bölmədə keçmişdik də, güya adını yazıblar ki, yoxdur, amma bu var, inteqrasiya var. 21-ci əsrin kompetensiyaları və təlimdə formalaşdırılması. Yadınızdadırsa, biz sizlə keçəndə də demişdik ki, kompetensiya bərabərdir səriştə. Zaten səriştənlə kompetensiya eynidir. Ona görə birinci bölmədəki səriştənin adı yazılmayıb. Bu ikinci bölmədə birinci mövzumuzdur var. Təfəkkürün növləri də eyni qalır. Metakognitiv bacarıqların formalaşdırılması bu keçən il əlavə olunmuşdu. Bilik eyni qalır. Burada yazılıb ki, Benjamin Bloom'un idrak taksonomiyası və təlimdə tətbiqi. Çox maraqlıdır ki, burada affektiv və psixomotorun adı keçmir. Zaten onlar asandır. Zaten mən hər dərs deyirəm ki, 1 milyon faiz idrakdan sual düşür, amma digər taksonomiyalar 50-50-yə də düşə də bilər, düşməyə də bilər. Sonra baxın təzə mövzulardan biri. Yəni ilk dəfədir kurikulumda belə bir mövzu var. Səriştə əsaslı tapşırıqların hazırlanması Dr. Norman Webb, dərin bilik səviyyələri nəzəriyyəsi. Bu bir dəyişiklik. Sonra təlimin forma və modelləri, bunlar var, elə kitabda var idi. Təlimin strategiya texnikaları iş üsullarından danışır. İş üsulları baxaq, bir böyük klaster, anlayışın çıxarılması, beyin həmləsi, ziqzaq, 3-2-1, karusel, sinektika, debat, insert, simulyasiya, Freyer modeli, Venn diaqramı, aksiyon, qərarlar ağacı, qar topası, Sinkvein, proqnozlaşdırma, müzakirə üsullarından müzakirə xəritəsi, Sokrat, akvarium, əşyaların qeyri-adi istifadəsi, cisim hadisələrə müxtəlif nöqteyi nəzərdən baxmaq, insident nə olardı? Əgər mən kiməm? 4N1KH, qızıl dairə, Bloom kubu, debat, sinif gücləri və s. Bunlar hamısı var, amma SWOT analizi, bunu biz yeni görürük. Sonra planlaşdırma eynidir, şagird yönümlü interaktiv təlim eynidir, fasilitasiya bacarığı, inklüziv, diferensial, inklüzivi zaten keçən il salmışdılar. Öyrənmə tərzləri eynidir, təzə mövzulardan biri. Burada bir dənə iş üsulu gördük. Bir də təzə mövzulardan biri. Təlimdə rəqəmsal vasitələr və süni intellekt və proqramların adını yazıb. Bunu zaten bilməliyik. Çünki müəllimlər bu dəqiqə dövrün tələbidir də. Bu proqramlar vasitəsilə işləyirlər. Ona görə də elə bilmələri yaxşıdır. Bu mövzu mənə görə yaxşıdır. Yaxşı ki, salıblar. Sonra tədrisdə dizayn düşüncəsi, növbəti mövzu, təzə mövzulardan. Sonra keçirik qiymətləndirmədə. Qiymətləndirmədə hər şey olduğu kimidir. Nə varsa eyni ilə qalıb. Gəldik indi pedaqoji səriştəlik. Təhsildə müasir pedaqoji yanaşmalar, konstruktiv, refleksiv, adaptiv. Sonra şəxsiyyətin formu, bu eynidir. Buradakı nəzəriyyələrin hamısı eynidir. Heç nəyi də çıxarmayıblar. Jung, Bandura. Əksinə təzə nəzəriyyə Brunnerin nəzəriyyəsi əlavə olunub. Rogersin nəzəriyyəsi əlavə olunub. Sonra gəldik sinifdə təhlükəsiz psixoloji mühit, sosial-emosional öyrənmə zaten var idi. Təlim prosesində səmərəli öyrənmə mühitin qurulması var idi. Pozitiv intizam bərpa edici yanaşma, buz qıranlar var idi. Müəllim-şagird valideynləri, şagird davranışının idarə olması, qısnama, bunlar var idi. İndi gələk, bir 7-8 belə deyək də dəyişikliyimiz var. Baxaq, deməli, birincisi buydu, bax, bu birinci, yazaq 1.
Sonra ikincisi iş üsullarından təzəsi artırılıb. Üçüncüsü buydu proqramlar. Sonra dördüncü təzə artırılan deməli Brunner 5-ci, 6-cı Rogers. Bir də burada biri də olmalıydı. Öyrənmə pozitiv intizam və bərpa edici yanaşma 7-ci. Yəni hardasa 7-8 mövzu bəlkə gözümdən nəsə qaçdı. 7-8 yeni mövzu hansı ki heç vaxt kurikulumda olmayıb, amma artıq var. Belə müəllimlər, mənə bayaqdan mesajlar gəlir ki, nə edəcəyik? Heç nə edəcəksiniz? Biz eləyəcəyik hamısını. Təbii ki, hər birinə aid video izahlarımız olacaq və hər birinə aid PDF-ləri və hər birinə aid də testlər tərtib edəcəyik. Belə müəllimlər oldu, sağ olun.